İran parlamentinin avqustun 16-sında xarici təsirə qarşı mübarizə haqqında qanun layihəsinin ümumi müddəalarını təsdiqləməsi ölkədə geniş diskussiyalar doğurub. Sırağa gün 4 fəsildən 33 maddədən ibarət qanunun tam mətninin İran mediasında dərc olunması mübahisələrin daha da qızışmasına, eyni zamanda daha konkret səciyyə kəsb etməsinə səbəb olub. Parlamentin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sözçüsü Həsən Qaşqavinin bildirdiyinə görə, layihənin məqsədi xarici dövlətlərin, kəşfiyyat xidmətlərinin və digər əcnəbi qurumların ölkədəki təsirinə qarşı mübarizə üçün hüquqi çərçivə yaratmaqdır. Bizim casusluq haqqında qanunumuz var, amma xarici təsirlə bağlı hüquqi boşluq mövcuddur. Hazırki layihə bu boşluğu aradan qaldırır, deyə o əlavə edib. Verilən məlumata əsasən, qanun layihəsi parlamentin onlayn plenar iclasında 183 səs lehinə, 4 əleyhinə və 5 bitərəf olmaqla birinci oxunuşda təsdiqlənib. Lakin qanun o qədər mürtəci xarakter daşıyır ki, nəinki bəzi deputatların, ictimai-siyasi fəalların, elm və mədəniyyət xadimlərinin, hətta İran hökumətinin də etirazına səbəb olub. İran prezidenti Məsud Pezeşkiyanın hüquq məsələləri üzrə müavini Məcid Ənsari bununla bağlı açıqlamasında deyib. Stat: Bu layihə vətəndaş hüquqları sahəsində ölkə konstitusiyasının bir çox maddələrinə ziddir və bəzi məqamlarda şəriət meyarlarına uyğun deyil. Statın sonu. Ənsarinin sözlərinə görə hökumət 3 səbəbə görə bu qanunun əleyhinədir. Birincisi, qanun İran alimlərinin beynəlxalq əlaqələrini məhdudlaşdırmaqla ölkədə elmin inkişafına ciddi maneə yaradacaq. İkincisi, ölkədən beyin axınının artmasına və sürətlənməsinə təkan verəcək. Üçüncüsü, İranın intellektual mühitində narazılığa səbəb olmaqla yanaşı, ölkənin beynəlxalq imicinə mənfi təsir göstərəcək. Əlbəttə, sözdə əcnəbilərin ölkə həyatının müxtəlif sahələrinə nüfuz etməsinə və təsir göstərməsinə qarşı yönəlmiş bu qanuna tutulmalı olan iradlar təkcə İran rəsmisinin dedikləri ilə məhdudlaşmır. Bir çox ekspertlərin fikrincə, qanun layihəsi nəinki vətəndaşların fundamental hüquq və azadlıqlarının pozulmasına və onların şəxsi həyatının təhlükəsizlik orqanlarının nəzarətinə keçməsinə şərait yaradır. Həm də insanlarda özünü senzuranın yaranmasına xidmət edir. Sözgedən qanun dırnaqarası əcnəbilərin təsirinə qarşı mübarizə bəhanəsi ilə faktiki olaraq İran vətəndaşlarının xarici dünya ilə əlaqə və ünsiyyətini kəsməyə yönəlib. Təsadüfi deyil ki, Cahan Sənət qəzeti bu qanunu cəmiyyətin ətrafında yeni divarlar çəkilməsinə bənzədib və yazıb. Stat: İnsanların süfrəsinin kiçildiyi, gənclərin iş və həyat qurmaq üçün min bir problemlə üzləşdiyi, cəmiyyətin isə hər zamankindən daha çox sakitliyə və etimada ehtiyac duyduğu bir vaxtda, indi dırnaqarası xarici təsirə qarşı mübarizə adlı yeni qanun layihəsi parlamentin gündəliyinə çıxarılıb. Bu layihə vasitəsilə xarici kəşfiyyat xidmətlərinin, kənar dövlətlərin və qurumların təsirinin qarşısını almaq nəzərdə tutulur. Lakin layihənin əhatə dairəsi yalnız casusluq və təhlükəsizlik fəaliyyəti ilə məhdudlaşmır. Universitet, media, qeyri-hökumət təşkilatları, incəsənət, iqtisadi fəaliyyət və hətta vətəndaşların xaricdəki şəxslər və qurumlarla əlaqələri də onun əhatəsinə daxil edilir. Xarici media ilə müsahibə verən jurnalistdən tutmuş, xarici universitetlə elmi əməkdaşlıq edən professoradək və ya xarici qurumdan maliyyə yardımı alan təşkilatadək hamısı təhlükəsizlik qurumlarının təsdiqindən keçməli olacaq. Statın sonu. Həqiqətən də belədir. Qanunun ikinci maddəsi İran vətəndaşlarının xariclə əlaqələrinin onlayn qeydiyyatı, idarə edilməsi və nəzarəti sisteminin yaradılmasını nəzərdə tutur. Yəni, vətəndaş xariclə istənilən təmasını bir növ bəyan etməlidir. Yəni, qanun faktiki olaraq xarici əlaqələr üçün dövlət reyestrləri yaradır və hakimiyyət qadağan etdiyi əlaqələr bir yana, qanunla qadağan olunmayan təmasları da nəzarətə götürür. Beləliklə, İran rejimi xarici əlaqələri əvvəlcədən qeydiyyata almaq, təsnifləndirmək və təhlükəsizlik qurumlarının nəzarətinə vermək üçün hüquqi mexanizm yaratmağa çalışır. Burada ən narahat edici məqam odur ki, həmin mexanizmin fəaliyyətinin böyük bir hissəsi qanunla yox, təhlükəsizlik qurumlarının təlimatı ilə müəyyənləşəcək. Layihədə bir çox hallarda açıq şəkildə yazılıb ki, bu və ya digər məsələ üzrə konkret meyarlar sonradan İranın Kəşfiyyat Nazirliyi, Sepahın Kəşfiyyat Təşkilatı və Ali Milli Təhlükəsizlik Şurası tərəfindən müəyyən olunacaq. Bu isə klassik hüquq prinsiplərinə ziddir. Yəni, vətəndaş əvvəlcədən bilməlidir ki, hansı davranış cinayətdir. Yeri gəlmişkən, qanunda cinayət sayılacaq əlaqələrə görə iri məbləğdə cərimələr, eləcə də 6 aydan 2 ilə də həbs cəzası nəzərdə tutulub. Nəzarətə götürülən fəaliyyət növləri də olduqca genişdir və onlardan bəziləri aşağıdakılardır. Pul köçürülməsi, mal və ya xidmətlərin, yaxud maliyyə imkanlarının təqdim edilməsi və istənilən digər qarşılıqlı iqtisadi, kommersiya və ya maliyyə əlaqəsi, vəkillik və hüquqi məsləhət kimi hüquq xidmətləri,
kitab, jurnal və məqalələrin hazırlanması və ya nəşri, hesabat, məlumat və ya statistikanın təqdim edilməsi, təqaüd, təhsil yardımı və elmi tədqiqat imkanlarının əldə edilməsi və ya digər elm və təhsil əməkdaşlığı, media və ya media nümayəndələri ilə məsləhət, məlumat və ya təhlil təqdim edilməsi formasında qarşılıqlı əlaqə, qəzet, internet saytı və ya hər hansı digər fiziki və ya virtual medianın təsis edilməsi və ya idarə olunması kimi media fəaliyyəti, seminar və ya təlim kurslarının keçirilməsi, əyani və ya onlayn təlim, elmi konfrans, toplantı və ya incəsənət festivalında iştirak, sertifikat, diplom, dövlət nişanı və ya digər oxşar sənədlərin əldə edilməsi, film, teatr, musiqi və ya təsviri incəsənət əsərlərinin hazırlanması, icrası və ya nümayişi kimi mədəni və sosial fəaliyyətlər. Bu fəaliyyətlərin konkret halda casusluq və ya xarici təsir agenti kimi çıxış etmək olub-olmadığı təhlükəsizlik orqanları tərəfindən müəyyən ediləcək. Başqa sözlə, İranda müharibə şəraitinə əsas gətirməklə son aylarda genişlənən casus ovu daha da vüsət alacaq və qanuniləşdiriləcək. Bir çoxları bu prosesi İranın Şimali Koreya modelinə yönəlməsi kimi şərh edirlər. İndi əsas sual budur. Qanunun bu şəkildə qəbul olunması və icrasına mane olmağa İran cəmiyyətinin müqaviməti yetəcəkmi?